Deməli, bugün feilin təsriflənməyən formalarından ikincisi olan feilin təsriflənməyən formalarından ikincisi olan feili sifəti keçirik. Müəyyən formalarından ikincisi. 2. Adı nədir? Feili sifət. Deməli, uşaqlar, feili sifət də məstər kimi iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Bunun daşıdığı nitq hissələrinin birincisi feilin özüdür, elə adında var və sifətdir. Feildə müəyyən, sifətdən də müəyyən xarakterik xüsusiyyətləri götürəndən sonra əmələ gəlir feili sifət. İndi gəl baxaq görək, feili sifət feildən hansı xüsusiyyətləri götürür, sifətdən hansı xüsusiyyətləri götürür. Demək olar ki, məstər feildən nə götürürsə, feili sifət də feildən onu götürür. Feildən götürdükləri. Məstər feildən nəyə götürmüşdü? Hərəkət bildirməkləri, düzdürmü? Bu da birincidə nə bildirir? Hərəkət bildirir. Daha sonra müxtəlif qrammatik məna növlərində olur. Yəni, məlum, məchul, qayıdış və digər qrammatik məna növlərində ola bilər. Məna növlərində olur. Üçüncü nə idi? Bəli, bu deməli, feildən götürdükləri hərəkət bildirdi. Qrammatik məna növlərində oldu. Bir də tərkib əmələ gətirir uşaqlar. Tərkib əmələ gətirir. Bu, bunun feildən götürdüyü xüsusiyyətləri. Başqası da varmı? Bir də feildən zaman məzmunu ifadə etməyini də götürə bilər. Zaman məzmunu. Bizim feildə neçə dənə zamanımız var idi? Gələcək, indiki və keçmiş. Yəni, bunun da şəkilçiləri zaman bildirməsə də zaman məzmunu bildirəcəklər. Keçmiş zaman məzmunu, indiki zaman məzmunu və gələcək zaman məzmunu bildirəcəklər. Zamanın özünü yox ha, yalnız məzmununu, yəni mənasını bildirə bilirlər. Başqa nəsə qaldı mı? Bir də tərkib yarada bilir. Onu da dedik. Qrammatik, bir də təsdiq və inkarda olur. Onu demirsiniz, bax. Təsdiqdə və inkarda olur. İnkarda olur. Deməli, feildən götürdükləri feil sifəti nə oldu? Hərəkət bildirdi. Qrammatik məna növlərində oldu. Tərkib əmələ gətirdi və zaman məzmunu bildirən şəkilçiləri var. Təsdiq və inkarda oldu. Gəl görək sifətdən nə götürür? Sifətdən götürdükləri sifətdən götürdükləri. Sifətdən götürəcək ən birinci sualını. Sualını götürür və bunun necə, nə cür, hansı sualı feili sifətə də aiddir. Necə, nə cür, hansı suallarını hardan götürür? Sifətdən götürür. Sifət ən çox hansı nitq hissəsinin qarşısında gəlir? İsmin. Deməli, ismin qarşısında gəlməyi də sifətdən götürür. İsmin qarşısında, isim və yaxud isimləşə bilən cümlə üzvlərinin qarşısında gəlməyi. Hardan götürür? Sifətdən götürür. 3. Daha sonra nə bildirir? Əsasən cümlədə təyin olur sifət kimi. Əsasən nə olur? Təyin olur. Əsasən cümlədə təyin olur. Daha sonra cümlədə xəbərlik şəkilçisi qəbul edərək demişik ki, necə xəbər olurlar? İsmi xəbər olur. İsmi xəbər olur. Başqa? Bir də isimləşə bilir uşaqlar bu. Sifət isimləşdiyi kimi feili sifət də isimləşə bilir. Nümunələr üzərindən baxacağıq hələ əvvəlcə feil sifətin nə olduğunu anlayandan sonra. Deməli, feil sifət elə bir nitq hissəsidir ki, həm feildən, həm sifətdən xüsusiyyətlər götürür. Feildən nə götürdü? Hərəkət bildirdi, qrammatik məna növlərində olacaq, tərkib əmələ gətirəcək, zaman məzmunu olan şəkilçiləri var, təsdiq və inkarda olur. Sifətdən də sualını, yəni necə, nə cür, hansı, ismin qarşısında gəlməyi
təyin olmağı, ismi xəbər olmağı və isimləşə bilmə xüsusiyyətlərini də nədən götürür? Sifətdən götürür. İndi ki, bunların şəkilçilərinə baxaq. Məsələn, şəkilçisi bir də nə idi? Amma fe'li sifətin şəkilçiləri bir var. 6-7 dənə var. Gəl baxaq. Birinci, başlayırıq. Mış. 4 variant. İkinci, dığı. 4 variant. Üçüncü, an. 2 variant. Sonra, acaq. 2 variant. Sonra, ası. 2 variant. Bir də malı 2 variant. Şəkilçiləri, fe'li sifətin şəkilçiləri. İndi baxaq uşaqlar. Mışla dığıya sən deyəcəksən, keçmiş zaman məzmunu yaradır. Keçmiş zamanı yox, keçmiş zaman mənasını verir. Nümunələrdə baxarıq. Keçmiş zaman məzmunu. Hansı şəkilçidir 2 dənə? Mışla dığı. Sonra an. İndiki an məzmununda indiki zaman məzmunu yaradacaq. İndiki zaman məzmunu. Daha sonra acaq, ası, malı. Bu üçü isə gələcək zaman məzmunu yaradacaq. Nə? Gələcək. Bunları əzbərləyəsiniz. Gələcək zaman məzmunu. Deməli, keçmiş zaman məzmununu hansı şəkilçilər verdi? Mışla dığı. İndiki zaman məzmununu hansı şəkilçi verdi? An. Bir də acaq, ası, malı gələcək zaman məzmunu yaradırlar. İndi gəl deyək görək, bunlar nə deməkdir? Məsəl üçün, mışla bir fe'li sifət düzəldək. Nümunələr yazaq. Deyirəm ki, oxunmuş, kitab. Oxunmuş kitab. Oxunmuş kitab sənə hansı zaman məzmununu, mənasını yaradır? Oxunmuş kitab o deməkdir ki, yəni oxunub qurtarmış kitab. Deməli, mış şəkilçisi hansı zaman məzmununu yaratdı? Keçmiş zaman məzmununu yaratdı. Bəs nə bilək ki, mış fe'li sifət şəkilçisidir? Deyirəm, oxunmuş kitab sinifə gətirildi. Hansı kitab? Oxunmuş kitab. Nədən tanıyırıq? Sualından tanıyırıq. Hansı sualına cavab verən? Mış şəkilçisini qəbul edən nitq hissəsi nədir? Fe'li sifətdir. İndi gəl dığımla quraq. Müəllim, hansıdan başqa şəkildə suala cavab versən? Bəli, necə kitab? Oxunmuş kitab. Necə kitab? Oxunmuş kitab deyə bilərsən. Amma ən çox hansı işlənir? Gəl mışla birini də quraq. Deyirəm ki, hansını deyərsin? Deyir Hüseyin, mışla bir dənə də qur. Mışla yazılmış. Yazılmış nə? Yazılmış kitab vardı. Yazılmış dəftər olsun bu da. Dəftər. Yazılmış dəftər. Yazılmış sözü hansı məzmun bildirir? Keçmiş zaman məzmunu bildirən fe'li sifətdir. Nə bilirsən fe'li sifətdir? Sual veririk. Dəftər. Necə dəftər və ya hansı dəftər? Yazılmış dəftər. Bunda da deyirsən hansı sualına cavab verir? Mış şəkilçisi də varsa deyirsən fe'li sifətdir. Daha sonra anla quraq. Yoxdığı qaldı. Məsəl üçün oxunmuş, yazılmış. Bunlar çevirmək də olar, amma başqa fe'l deyək. Məsəl üçün dayandığı yer. Bu da fe'li sifətdə hansı sualına cavab verir? Dayandığı yer. Bu da hansı zaman məzmunudur? Keçmiş. Çünki dayanıb qutarı vardı. Keçmiş zaman məzmunudur. Dığı. Bax, sözün kökü olacaq. Dayanmaq. Dığı da qrammatik fe'li sifət şəkilçisi. Hansı suala cavab verir? Elə hansının özünə. Əgər şəkilçini görürsənsə, söz də hansı sualına cavab verirsə, deməli fe'li sifətdir. Düzdürmü? Dayandığı yer. Başqasını deyək, Ayla. Dığı ilə bir dənə söz. Cümlə. Söz. Məsəl üçün, Durduğu. Olabilir. olsun güldüyü. Məsəl üçün, güldüyü uşaq. Güldü. Ay, sol. Dığı diyidir də. Dığı diyi. Duğu düyü. Güldüyü, sürdüyü, Durduğu. tökdüyü, durduğu, yazdığı, oxuduğu, olsun oxuduğu. Yəni, sonuncu saitin qalın və yaxud da incə olmasına görə şəkilçi də dəyişir. Topalsınız. Yaxşı.
Deməli, güldüyü, sürdüyü, oxuduğu. Bunlar hamısı nədir? Feili sifətlərdir. Hansı zaman məzmunu bildirirlər? Keçmiş. Nə bilirik? Çünki dığı keçmiş zaman məzmunu yaradır. Hansı suallara cavab verir? Elə hamısı da hansı sualına cavab verir. Zeynəb, sən anla düzəlt. An şəkilçisindən ma feili sifət düzəlt. An. Hoplanan adam. Məsəl üçün. Tullanan, yaxşı. Tullanan. Tullanan zibillər. Tullanan zibil. Zibillər. Burada tulla sözün köküdür. Tullanmaq feilin məhsul növünün şəkilçisidir. Anda nədir? Feili sifətin an ənidir. Tullanan zibillər. Burada hansı suala cavab verir? Hansı? Şəkilçidən də tanıyırıq ki, bu feili sifətdir. Hansı məzmunda feili sifətdir? An. An. İndiki zaman məzmunlu feili sifətdir. Oradan görmürsünüz ki, yanımda otur. İndiki zaman məzmunudur. İndiki zamana ailə. Yox, abil. Bur görüm. Anla bir dənə cümlə. Anlasın. Məsəl üçün. Yazılan Qorxudular.